Növbəti pasiyentimiz yazıb ki, genetik testlər irsən keçməyən xəstəlikləri göstərirmi? Bu suala belə bir cavab vermək istəyirəm. Biz ümumiyyətlə genetik test, genetik xəstəlik deyəndə genetikanı sadə dildə iki qrupa bölürük. Var təkgen xəstəlikləri, var xromosomal patologiyalar. Birinci xromosomal patologiyaların üstündə dursaq, xromosomal patologiyaların əksəriyyəti, özəlliklə anaploidiyalar irsən keçmir, fərdə özəl olur. Mayalanma anında olan hər hansı bir problemi nəticəsində yaranan bir patologiyalar olur. Və biz bunu irsi atadan, anadan, nəsildən keçən xəstəliklər kimi dəyərləndirmirik dediyim kimi. Və nəzərə alsaq ki, xromosomal testlər də özü genetik testlər sayılır. Bəli, genetik testlərimiz bu açıdan irsən keçməyən xəstəlikləri də göstərir. Digər bir yöndən təkgen xəstəliklərindən, adətən biz təkgen xəstəliklərinin bir neçə formada təzahür etdiyini görürük. Ən əsas, ən çox, ən geniş yayılmışı valideynlərin daşıyıcı olduğu bir durumdur ki, hər iki valideynlər eyni xəstəlikdən daşıyıcılığından əziyyət çəkir, övladları xəstə dünyaya gəlir. Bu irsən keçən bir durumdur. Nəsildən, atadan, anadan miras alınan bir durumumuzdur. İkinci bir durum var, dominant xəstəliklərdir ki, valideynlərdən hər hansı biri həmin xəstəlikdən əziyyət çəkir, digər valideynin isə həmin xəstəliyə cavabdeh olan geni tamamilə sağlamdır. Bu durumlar resesiv xəstəliklərdə üzə çıxmaz xəstəlik verməz, dominant xəstəliklərdə isə üzə çıxmış ola bilir. Bunu da valideyndən ötürülən olaraq biz qəbul edirik. Bəzi istisna hallarımız olur ki, hətta valideyn həmin dominant xəstəliyin özündə, genində daşıyıcısı olsa da, valideyndə xəstəlik əlamətləri üzə çıxmır, lakin övladına ötürəndə övladında üzə çıxmış ola bilir. Ona görə bu da irsən keçən xəstəlik sayılır. Digər bir xaşiyəmiz nədir? Özəlliklə dominant xəstəliklərdə olur. De novo mutasiyaları atada, anada, nəsildə, kökdə yoxdur, amma doğulan fərddə hər hansı bir problem nəticəsində dediyimiz kimi mayalanmada olan bir fərqlilik nəticəsində həmin genində problem olur. Hansısa bir xəstəliyə cavabdeh olan gen. Araşdıranda baxırıq, ailədə, nəsildə, kökdə, atada, anada heç bir fərddə bu xəstəlik yoxdur, amma övladımızda yaranıbdır. Biz buna yeni yaranan mutasiyalar, de novo mutasiyalar deyirik. Əslində irsiyyətdə, irsən baxsaq varmı? Xeyr, yoxdur. Amma bu uşağımızda var və bundan sonraki nəsildə, bu uşaqdan sonraki nəsillərdə irsən keçəcək deyirik. Uzun sözün qısası, genetik analizlər irsən, nəsildən gəlməyən xəstəlikləri də göstərə bilərmi? Bəli, həmin fərdin özündə olan spesifik bir fərqli durum ola bilər ki, ya genlərində, ya xromosomlarında hər hansı bir patologiya var və bu ailədən gəlmir. Genetik xəstəliklər bunu da göstərə bilir, bəli.